151 nömrəli tam orta məktəbdə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, diplomat, tarixçi alim, tarix elmləri doktoru Həsən Həsənovla tarix müəllimlərinin görüşü keçirilib. Görüşdə ölkəmizin tarix elminin inkişafı, tarixi irsin qorunması və gənc nəslə düzgün şəkildə çatdırılmasının əhəmiyyəti müzakirə olunub. Həsən Həsənov çıxışında Azərbaycanın zəngin tarixə malik olduğunu vurğulayaraq, bu irsin tədris prosesində obyektiv və dolğun təqdim edilməsinin vacibliyini qeyd edib. Belə görüşlərin zəruri əhəmiyyəti var, çox vacibdir və mən hesab edirəm ki, keçən dəfəki görüşdə çox gözəl, çox məhsullar oldu, hər kəs öz fikrini bildirdi. Əlbəttə, Həsən məndə arqumentə əsaslandı. Ondan başqa çıxış edənlərin də şəxsən özümü də deyərdim, hər bir anın öz arqumentimiz var və mən öz qürur hissi keçirirəm ki, ortaya qoyduğum arqumentlər Həsən mənim də digər iştirakçılar da razılaşdılar. Kitab sırf bizim tarixi, keçmişimizi əks etdirən bir kitabdır. Çox maraqlı kitabdır. Tariximizi, keçmişimizi, etnoqrafiyamızı əks etdirir. Atlaslar, xəritələr verilmişdir və tədqiqat əsəridir. Bu günə qədər Atropatena tarixini eradan əvvəl 4-cü əsrdən başlandığını bilirdik. Amma belə müəllif sübut eləməyə çalışmışdır ki, Atropatena dövləti eradan əvvəl hardasa 7-ci əsrdə artıq mövcud olmuş bir dövlət idi. Görüş müzakirələrinə davam edib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.